İşə götürənlərə xarici vətəndaşların işdən azad edilməsi ilə bağlı xəbərdarlıq edilibdir. Belə ki, Rusiyada işə götürənlər yalnız xarici vətəndaşla əmək müqaviləsi bağladıqda deyil, həm də həmin müqaviləyə xitam verildikdə Daxili İşlər Nazirliyini məlumatlandırmalıdır. Bildirilir ki, məlumatlandırma aşağıdakı üsullarla həyata keçirilə bilər. Dövlət və bələdiyyə xidmətlərinin vahid portalı vasitəsilə Rusiya Daxili İşlər Nazirliyinin ərazi orqanına müraciət etməklə, çatdırılma barədə bildirişlə sifarişli poçt göndərişi vasitəsilə və ya səlahiyyətli təşkilatlar üzərindən məlumatın təqdim edilməsi üçün müddət xarici işçinin işdən azad edildiyi gündən etibarən 3 iş günü təşkil edir. Qeyd olunur ki, işə götürənlər işdən azad edilən hər bir xarici vətəndaş üzrə ayrıca bildiriş təqdim etməlidir və bu tələb onların statusundan və vətəndaşlığından asılı deyil. Daxili İşlər Nazirliyi xəbərdarlıq edir ki, məlumatların vaxtında təqdim edilməməsi inzibati məsuliyyət yaradır və bu halda işə götürənlər 800 min rublə qədər cərimə və ya fəaliyyətin 90 günədək dayandırılması kimi sanksiyalar gözləyir.